Səncə bu il elmi cəmiyyətlə bağlı neyləsə yaxşıdır? Yəni belə biraz fərqli bir şeylər olsun. Yəni həm yeniliklər olsun ki, tələbələrin də yəni indiyə qədər əldə etdiyi şeyləri biz orada yəni tələbələrə bir növ təqdim edirik. Məncə uşaqların hüquqi nitq qabiliyyətini, yazı qabiliyyətini artıracaq belə bir proqram təşkil etsək daha effektiv olar. Bundan başqa da uşaqların arqument irəli sürmə keyfiyyətlərini yüksəltsək və yayda hansısa şirkətdə internship keçmələrinə yardımcı olacaq bir proqram irəli sürsək daha vacib olar. Əslində bizim irəlilədiyimiz o hüquq müzakirə forumu onunla bağlı yəni o məsələni genişləndirsək daha yəni yaxşı olar ki, ona görə sən özün rəhbərlik edərsən yaxşı olar. Yəni sırf tələbələrin hüquqi arqument qabiliyyəti və ya hüquqi nitqinə bağlı bir şeydir və ictimaiyyət qarşısında bir növ çıxışı daha mümkün. Qalan ola bilər ki, biz eləyə bilərik Hüquq Baş İdarə Komitəsinin hüquq jurnalı neçə yəni bizə lazım olacaq ki, tələbələrin yazı qabiliyyəti və onların bir növ öz fikirlərinin müstəqil şəkildə ifadə olunması üçün daha rahat ola bilər. Bir də bayaq dediyim kimi arqument qabiliyyətini yüksəltmək üçün məhkəmə tipli belə bir şey eləmək olar. Məhkəmə tipli eləyə bilər, məsəl üçün mutkort eləyə bilərik. Mutkorta da biz büyük şirkətlərini dəvət edə bilərik ki, həm bizə maddi texniki olaraq bizə dəstək olsunlar. Yəni həm onların yayda bizim tələbələr, qaliblər orada praktik etsin. Məncə belə maraqlı bir şey eləyə bilər. Yəni məncə alma. Məsələn, hüquq şirkətlərini məsləhət görərsən. Məsələn, məncə ola bilər Baker & McKenzie, Equitadır, MGB-dir, BM & Morrison'dır, başqa böyük şirkətlərin hüquq ofisləri ola bilər və BP kimi. Və bir də Legal Research Assistant layihəsi eləsək daha yaxşı olur. Çünki tələbələr üçün xaricdə universitetdə təhsil alanda onlara mütləq lazımdır ki, məsələn, rekomendasiya yazanda orada elmi tərkibli rekomendasiya olmalıdır və həmin rekomendasiyada da həmin o elmi research assistantın rəhbəri açıq deyir ki, hə, bu tələbə mənimlə bu işdə iştirak edib və bir növ xarici universitetində bu daha inandırıcıdır. Bir var şablon, yəni tövsiyə məktubu, bir də var ki, belə elmi məktub. Yəni bu il eləyə bilər, biz uşaqlarla onları danışaq, layihələr bölüşdürək. Hər kəsin qabiliyyətinə görə və hər kəsin həvəsinə görə bu layihələrə rəhbərliyi başlatdıraq. Yəni bu qədər. Məncə belə bir bunları eləyə bilsək, məncə çox böyük yenilik.